Cəlilabadda sahibsiz itlər sakinlərə göz verib işıq vermir. Nəinki uşaqlar, heç böyüklər də itlərin qorxusundan küçəyə çıxa bilmirlər. Çünki mütəmadi hücuma məruz qalırlar. Elə Cəlilabad sakini olan məktəbli də evə gələrkən itlərin hücumuna məruz qalıb. İzləyək. Cəlilabadda 7-ci sinif şagirdi sahibsiz itlərin hücumuna məruz qalıb. Hadisə rayonun Məhəmməd Hadi küçəsində baş verib. Rayon sakini 14 yaşlı məktəbliyə dərsdən çıxıb evə gedərkən körpü altında sahibsiz itlər hücum çəkib. Məktəblini yerə yıxan itlər ona qolundan xəsarət yetirib. Səsküyə yığışan məhəllə sakinləri onu itlərin caynağından xilas ediblər. İt tutdu qolundan, sürməyə başladı. Sürüyəndə bir də gördüm ki, əlindən çıxamıram. Bir-iki dəfə yumruq vurdum. Gördüm də çıxamıram əlindən. Bir də gördüm arxadan bir dənə əmi gəldi. Əmini tanımıram özüm. Bu əmi gəldi, iti tutdu, atdı onu, it qaçdı. Buradan və buradan bu itin dişləri keçdi qoluma. Sümük görsənərdi da. Əti qaldıran kimi sümük görsənərdi. Bu atam gələn kimi apardılar məni xəstəxanaya. Apardım xəstəxanaya, bütün tədbirləri gördülər. Amma bu problem olaraq da qalır, bu bütün Cəlilabadlıların problemidir. Yəni bu küçə itlərin cəmaatın uşağına hücum edir. Bu gün mənim uşağıma hücum edib, sabah başqasının uşağına hücum edər. Burada çoxdur, həddindən artıq çoxdur. Rayonun mərkəzində it əlindən dəbərməli deyil. Yəni nə isə bir şey eləyə bilmirsən, uşağı tək buraxa bilmirsən. Çox qorxulu vəziyyətdir. Xahiş edirəm, bir əncam çəkilsin buna. Qeyd edək ki, Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılan yaralıya sol yuxarı ətrafının dişlənmiş yarası diaqnozu təyin edilib. Zəruri tibbi yardımlar göstərildikdən sonra vəziyyəti kafi qiymətləndirildiyindən o, ambulator müalicə üçün evə buraxılıb. Yaqub Mehdioğlu, Diana Cəlali, Space Xəbər, Cəlilabad.